Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Əziz izləyicilər, biz növbəti canlıda sizi xoş gördük. Xoş gördük. Qarşıdakı dəqiqələrdə bəzi mövzulara toxunacağıq, bəzi mövzuları haqqında təhlillər edəcəyik. Amma ilk öncə ondan başlayaq ki, bugün həftənin ikinci günü il axır çərşənbəsidir və bu il axır çərşənbəsi Azərbaycanda bir çox yerlərdə geniş şəkildə bayram kimi keçirilir. Əlbəttə ki, Novruz bayramına əvvəl 4 həftə çərşənbələr, yəni çərşənbə axşamlar daha doğrusu 4 çərşənbə axşamı həftənin ikinci günləri qeyd olunur. Bugün də torpaq çərşənbəsi deyirlər. İnşallah biz həm də Ramazan ayının son günləridir. Ramazan ayının bugün 27-sidir. Bir neçə gün qalıb Ramazan ayından vidalaşmağa. Bu ilaxır çərşənbəsi münasibəti ilə mən hər kəsə, bizi izləyən dəyərli izləyicilərə və izləməyən hər bir Azərbaycanlıya, hər bir müsəlmana
İnşallah Allah'tan bərəkət arzulayıram. Allah gələn günlərimizi imanla, təqvə ilə qərar versin. İnşallah Allah bizi Əhl-i Beytindən uzaq salmasın inşallah. Əzizlər, bugün yenə də deməli günümüzün əsas mövzusu İran ətrafında baş verən mövzu olacaq və bugün Milli Məclisin növbəti toplantısı idi və orada çox ciddi bir mövzuya toxunulub. Artıq hökumət nümayəndələri, rejimin nümayəndələri ölkədə bizim aylardır, illərdir səsləndirdiyimiz problemi hökumət özü dilə gətirib. O mövzuya da biz toxunacağıq və ən bugün Azərbaycan mediasında, sosial şəbəkələrdə, xüsusən Azərbaycan tərəfində İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Larizaninin öldürülməsi ilə bağlı məlumatların durmadan tirajlanmasıdır. Bu məlumat haqqında biz video paylaşmışdıq Cavid Cabbarlı YouTube kanalında. Amma demək olar ki, Azərbaycan mediası dayanmadan bu məlumatın İran tərəfindən, hətta ciddi media orqanları tərəfindən təsdiqlənməməsinə baxmayaraq bu deməli xəbəri yayırlar, tirajlayırlar, hətta bu xəbərlə bağlı proqramlar hazırlayırlar, bəzi şəxsləri dəvət edirlər o proqramlara, o insanlar da Larizanın öldürülmə mövzusu istiqamətində müəyyən şərhlər verirlər və s. Əlbəttə bu gülünc bir mövzudur, gülünc bir məsələdir və ucuz bir təbliğatdır. Məsələ əslində aydın olur və Azərbaycan hakimiyyəti mediası ilə bir yerdə, öz mirzələri ilə bir yerdə İrana qarşı olunan hücum, işğalçı hücum məsələsində İrana qarşı Epstein koalisiyasının apardığı müharibədə bir mənalı olaraq deməli İranın əleyhinə təbliğat aparır və Epstein koalisiyasının tərkibinə daxil olur. Çünki bu hökumətin nəzarət etdiyi media qurumlarında bu informasiya yayılır. Yadınızdadırsa, bir neçə həftə bundan əvvəl Naxçıvana düşən dronla bağlı Azərbaycan tərəfi istinad edirdi. Hansısa Telegram kanalında kimsə deməli bu məlumatı yayıb, axır vurduq filan, onu əsas götürüb İranı ittiham eləyirdilər. Deyirdilər ki, bəs o Telegram kanalları İranın təbliğatını aparırlar. O kanallarda yazılır ki, bunu İran atıb. Biz də ona əsasən istinad eləyirik ona əsasən iddia eləyirik ki, bu dronu Naxçıvana İran atıb. İran rəsmiləri, rəsmi dairələr, Xarici İşlər Nazirliyi, Prezident bu məlumatı təksib etdi. Amma buna baxmayaraq Telegram kanallarında kimsə bir məlumat paylaşıbsa, onu əsas götürüb deməli İranı ittiham etdi Azərbaycan hakimiyyəti. Amma bilirsiniz ki, Telegram kanalı istənilən adam bir özünə Telegram kanalı açıb və orada istədiyi mövzuları paylaşa bilər. O harda, necə, onun üçün problem yoxdur. Amma biz bu günlərdə görürük ki, ondan daha dəhşətlisini Azərbaycan özü eləyir. Özü eləyir ki, Larizanın öldürülməsini ancaq İsrail iddia eləyir. İsrail Müdafiə Nazirliyi Katsa istinadən bu məlumat yayılıb. Reuters hətta bununla bağlı bir dənə də məlumat yaymayıb və bu məlumatı hətta təsdiq etmir.
deməli, Laçınının taleyinin naməlum olması ilə bağlı kiçik bir bildiriş verib. İran tərəfi isə bu məsələni ümumiyyətlə bu barədə heç nə danışmayıb. Biz biraz əvvəl də bu barədə danışanda dedik. Amma çox təəssüflər olsun ki, Azərbaycan mediası təbii ki, Azərbaycanda artıq müstəqil media qalmayıb. Azərbaycanda media adı ilə fəaliyyət göstərən, istənilən qurum hökumətin mirzələridir. Bu birmənalı belədir, bunun əksini heç kim deyə bilməz. Və bunlar İsrailin bir məlumatı ilə təsdiq olunmamış, daha doğrusu məlumatı ilə Laçınının öldürülməsini dayanmadan tirajlayırlar, proqramlar hazırlayırlar, verilişlərə ekspertlər dəvət edirlər. Mən biraz əvvəl də dedim, Laçını əgər şəhid edilibsə xoş halına, İran bir Laçınından ibarət deyil və İran İslam Respublikasının ali dini lideri şəhid edildi. İran yenə də ayaqdadır və Epstein koalisiyasına layiqli cavabını verir. Bugün bütün dünya İranın qələbəsindən danışır, Amerikanın yanlış addım attığını etiraf edir. Hətta indi biraz sonra danışacağıq, Amerika Birləşmiş Ştatlarında yüksək rütbəli məmurlar deməli bu müharibənin başlatılmasına görə istefalar verir. Bu müharibənin ABŞ üçün heç bir faydasının olmayacağını bəyan edir. ABŞ-ın bu günə qədər müttəfiqləri, NATO üzvləri və s. Bu müharibədə ABŞ-ın yanında durmur, ABŞ-ı lənətləyir və bu müharibədə ABŞ-ın səbəbsiz İsrailin təkidi ilə müharibə başladığını qeyd edirlər. Avropa ölkələri bir-bir bəyanat verirlər ki, biz Hörmüz boğazında hərbi kontingent göndərməyəcəyik, biz bu müharibədə ümumiyyətlə İrana qarşı olan müharibədə biz yoxuq, bu cür açıqlamalar verir. Amma nə hikmətdirsə Azərbaycan deməli bu elə bir dünyadan xəbəri yoxmuş kimi Azərbaycan bu müharibədə ABŞ-ın tərəfində durmağa cəhd edir. Bunu deməli media üzərindən hələ ki həyata keçirdir. Media üzərindən deməyə çalışır ki, biz ABŞ və İsrail müttəfiqliyinin yanındayıq. Bunun nəticəsi olaraq təbii ki, Azərbaycan üçün çox ağır nəticələri olacaq bunun. Bu müharibə uzun çəkməyəcək, bu müharibə deməli illər çəksə də mütləq bunun bir sonu olacaq və biz inanırıq ki, bu müharibənin sonu İranın qələbəsi ilə başa çatacaq və İranın qələbəsi ilə başa çatdığı halda Azərbaycan hakimiyyəti üçün, rejim üçün, onsuz da rejim bu günə qədər, bu illər ərzində o qədər böyük yanlışlıqlar eləyiblər. Bu da növbəti yanlışlıq, onun bağışlanmaz bir yanlışlıq üzərinə gələrsə, rejim üçün çox deməli pis nəticələnə bilər. Əziz izləyicilər, sizdən zəhmət olmasa xahiş edirik ki, nəzərə alarıq mikrofon məsələsi ilə bağlı. Mən özüm də biraz yavaş danışıram. Mikrofon var, amma bu dəfə qoşmamışam, istifadə eləmədim. Cavid Səfərov qardaşımız tövsiyə eləyir. O səs məsələsini nəzərə alarıq bundan sonra. Bəli, əziz izləyicilər, zəhmət olmasa canlını bəyənin, paylaşın və əgər Cavid Cabbarlı kanalına abunə olmamısınızsa, zəhmət olmasa Cavid Cabbarlı kanalına abunə olun ki, bizim verilişlər anında sizin qarşınıza çıxsın, sizin üçün əlçatan olsun. Yeri gəlmişkən, ABŞ-da istefalardan biz danışdıq və deməli bugün bir məlumat yayıldı ki, ABŞ-ın terrorla mübarizə milli mərkəzinin direktoru İranla müharibəyə görə istefa verib. Bu əslində çox ciddi bir postdur, terrorla mübarizə mərkəzi. Çünki ABŞ demək olar ki, xarici siyasətini bir mənalı olaraq terrorla mübarizə istiqamətində qurur. İstəmədiyi ölkələrin, hətta
sözünü dinləməyən, ona türklər demişkən qafa tutan ölkələrin hətta milli ordularını terrorçu adlandırıb hücum etmək və sair kimi cəhdləri həmişə biz ABŞ-ın bu cəhdlərini görmüşük. ABŞ-ın deməli terrorla mübarizə milli mərkəzinin direktorunun müharibəyə görə istefa verməsi görünür ABŞ cəmiyyətində bu müharibənin birmənalı qarşılanmaması ortadadır və mətndə deyir ki, ABŞ-ın terrorla mübarizə milli mərkəzinin direktoru Joe Kent bu gün vəzifəsindən istefa verib. O bu barədə X platformasında paylaşım edib. Kent bildirib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir. Bəli, vicdan elə bir hissdir ki, o vicdanı dini, milləti, rəngi olmur. Hər bir insanın öz daxili hakimidir və hər bir insan öz vicdanına müraciət edərsə, vicdanı ona düz yol göstərə bilər. O qeyd edir ki, İran tərəfindən Birləşmiş Ştatlara qarşı qaçılmaz təhlükə mövcud olmayıb. Bu bəyanatı mən oxuyum, sonra bəzi məsələlərə vurğu eləyəcəm. Joe Kent müharibənin İsrailin təzyiqi ilə başladığını iddia edib və aydın olub ki, biz bu müharibəni İsrail və onun Amerikadakı güclü lobbisinin təzyiqi altında başlamışıq. Kent belə deyib. Kent əlavə edib ki, bu vəzifədə xidmət etmək onun üçün şərəf olub, lakin hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa vermək qərarına gəlib. Əzizlər, baxın, burada bir neçə nöqtəni mən xüsusi qeyd etməliyəm. Birinci məsələ bundan ibarətdir ki, deməli, bu müharibənin başlanma səbəbi. Yadınızda olsa, müharibənin ilk günlərində Donald Trump belə bir açıqlama verdi ki, İranın mövcudluğu Amerika vətəndaşları üçün, ümumiyyətlə Amerika dövləti üçün, Amerika vətəndaşları üçün təhlükədir. Biz ona görə bu müharibəyə başlamalıyıq və Amerika, ABŞ vətəndaşlarına qarşı ehtimal olunan təhlükələrin qarşısını almaq üçün biz bu addımı atmalıyıq. Yadınızdadırsa, Donald Trump belə bir açıqlama, müharibənin başlamasına belə bir açıqlama səsləndirdi. Əlbəttə ki, bu inandırıcı bir səbəb deyildi, ümumiyyətlə səbəb deyildi. Sadəcə bir insanları aldatmaq üçün, həm öz ABŞ vətəndaşlarını, həm dünya ictimaiyyətini aldatmaq üçün səsləndirilən bir bəhanə idi. Bu bəhanənin, bu daha doğrusu fake arqumentin bəhanə olduğunu artıq ABŞ rəsmiləri özləri etiraf edirlər. Bunlar deyirlər ki, deməli, dediyim kimi Joe Kent iddia eləyir ki, bu müharibə ABŞ vətəndaşları üçün, ümumiyyətlə Amerika Birləşmiş Ştatları üçün İran hər hansı bir təhlükə ola bilməzdi və olmayıb. İkinci mövzu, burada demək istədiyim mövzu və biz günlərdir bu mövzunu gündəmə gətirdik, bu mövzu haqqında danışırıq. Epstein sənədləri üzərindən Netanyahu tərəfindən Donald Trump'ın şantaj edilməsi. Bilirsiniz ki, Epstein sənədləri son günlər, son aylar olduqca aktiv idi, aktivləşdi. Məsələ bu sənədlər deməli, iddialara görə İsrail tərəfindən ortaya atılırdı, ictimailəşdirilirdi ki, Donald Trump'ı bu sənədlər vasitəsilə deməli, müharibəyə cəlb edə bilsin. Bizim deyiləndə dünya ictimaiyyətinin diqqətinə çatdırılan Epstein sənədlərindən buradan belə bir məntiqi nəticə əldə olunur ki, deməli, dünya ictimaiyyətinin diqqətinə çatdırılan Epstein sənədlərindən daha dəhşətliləri var. Daha dəhşətli faktlar ortada var. Məhz bu faktlar Donald Trump'la bağlıdır. Əgər biz elə təsəvvür eləsək ki, Epstein sənədləri dünya ictimaiyyətinin diqqətinə çatdırılan sənədlərlə kifayətlənir, o zaman Trump'ın şantaja boyun əyməsində bir məntiqi nəticə əldə edə bilmirik.
Mən hesab eləyirəm ki, Epstein sənədlərində elə ciddi faktlar mövcuddur ki, elə böyük cinayətlər mövcuddur ki, bu gün bizim bildiyimiz faktlar onların sadəcə müqəddiməsidir və yaxud da onların yanında sadəcə bir jurnaldır. Ona görə deməli bu iddia bir daha öz təsdiqini tapmış olur ki, həqiqətən Epstein sənədlərində Trumpla bağlı çox böyük dəhşət saçan faktlar mövcuddur və Netanyahu da bu faktlardan istifadə eləyib İrana qarşı Amerika Birləşmiş Ştatlarını müharibəyə sürükləyə bildi. Mən düşünürəm ki, bu cür hallar, bu cür etiraflar yavaş-yavaş çoxalmağa başlayacaq, artmağa başlayacaq. Bu etiraflar sıravi Amerika vətəndaşının etirafı deyil. Bu Amerika Terrorla Mübarizə Milli Mərkəzinin direktorunun etirafıdır ki, kifayət qədər bilgiyə sahib olan bir adamdır. O vəzifəsindən dolayı ciddi məlumatlara sahiblənən bir şəxsdir və bu şəxs açıq şəkildə İsrail tərəfindən Amerikanın müharibəyə sürüklənməsini, Trumpın deməli bu müharibə sürüklənməsini açıq şəkildə deməli deyir, iddia eləyir. Burada məlum olur ki, Amerika Birləşmiş Ştatlarını bu oyuna gətirən və bütün müttəfiqləri ilə düşmən mövqeyinə çatdıran, çünki bu müharibədən dolayı Amerika artıq müttəfiqlərini itirməyə başladı. Növbəti məlumatda biz bu barədə danışacağıq. Bəli, dediyim kimi bu Joe Kent'in açıqlaması olduqca əhəmiyyətlidir. Müttəfiqlərin itirilmə məsələsinə gəldikdə Polşanın İrana qoşun göndərməyəcəyi ilə bağlı məlumat yayılıb. Polşa da deməli məlumat yaydı ki, biz İrana qoşun göndərməyəcəyik, çünki münaqişə birbaşa ölkənin təhlükəsizliyinə təsir etmir. Yəni Polşa tərəfi də artıq bu barədə bəyanat verdi. Bu bəyanat aiddir Polşanın baş naziri Donald Tusk'a aiddir. Donald Tusk Reuters bu məlumatı yayıb. Donald Tusk məlumat verir ki, Polşa İrana deməli qoşun göndərməyəcək. Çünki dünən Donald Trump NATO ölkələrinə səslənmişdi və bütün NATO ölkələrinə Hörmüz boğazında koalisiya formasında Hörmüz boğazının deməli təhlükəsizliyini üzərinə götürməklə bağlı, nəzarət etməklə bağlı bir çağırış etmişdi. Əslində bu çağırış həm də Donald Trump'ın çarəsizliyini göstərir. Donald Trump deməli birinci bu müharibəyə başlayanda ki, əməliyyat adı ilə başlamışdı. Buna başlayanda əslində hesablamaları yanlış olduğu üçün çox sinəsinə döyərək, ondan sonra çox bir-birinə zidd olan paradoksal açıqlamaları ilə, qeyri-irrasional düşüncə, deməli, davranışları ilə əslində dünyanı, öz müttəfiqlərini yaxşı bir yerə aparmayacağını bəlli edirdi. Burada isə dünənki konkret olaraq yardım müraciətinə Avropa Birliyi ölkələrinin, NATO ölkələrinin yox deməsi şəxsən Trump'ın təklənməsinə deməli təklənməsini zəruri eləyir. Niyə mən Trump deyirəm, ABŞ demirəm? Çünki Amerika Birləşmiş Ştatlarının bu situasiyadan xilas olması üçün bir çıxış yolu var. O çıxış yolu da Trump'ı prezidentliyinin sonlandırılması ilə bağlıdır, impeachment qərarı ilə bağlı. Əgər ABŞ xalqı bu addımı atarsa, Trump administrasiyasından xilas olarsa, o zaman Amerika Birləşmiş Ştatları işğalçı rejimin qurbanına çevrilməz. Əslində çox dəhşətli bir vəziyyət ondadır ki, bu günə qədər biz elə başa düşürdük və elə təbliğat olunurdu ki, İsrail rejimi regionda ərəb ölkələrinin arasında ABŞ-ın bir
deməli, nümayəndəsi kimi, ABŞ-ın bir vuran əli kimi və s. təqdim olunurdu. Amma biz bu günləri görürük ki, bu informasiyalar bizə onu deməyə əsas verir ki, bu günə qədər bizim zənnimiz, gümanımız yanlış imiş nisbətən. İsrail rejimi ABŞ üçün yox, ABŞ hökuməti, yəni o boyda dünyanın super gözü hesab etdikləri ABŞ hökuməti balaca bir 10 milyon İsrailin əlində deməli çarəsiz bir günə düşüb, çarəsiz bir vəziyyətə düşüb ki, deməli İsrailin göstərişi ilə, İsrailin tələbi ilə ABŞ kimi bir güclü dövlət, bunların iddiasına görə güclü bir dövlət bütün dövlət ABŞ maraqlarını təhlükə altına atır və biz bunu gördük. ABŞ-ın artıq regionda maraqlarının təmin edilməsi, maraqlarının hətta qorunması sual altına düşüb. Çünki İran tərəfi bu barədə açıq şəkildə bəyanat verib, müharibənin dayandırılması istiqamətində ortaya qoyduğu əsas şərtlərdən biri də regiondan ABŞ bazalarının yığışdırılıb getirilməsidir. Hətta biz Fransa prezidentinin deməli İran prezidenti ilə danışığında da bu məsələni hiss etdi, yəni müşahidə etdi ki, bu mövzuda İran açıq şəkildə Fransa prezidenti Macrona bildirdi ki, siz əgər deməli bu mövzuda, xüsusən Hörmüz boğazı ilə bağlı və bu müharibə ilə bağlı mövqeyinizi bildirməyə istəyirsinizsə, zərər görmək istəmirsinizsə, daha doğrusu zərər görmək istəmirsinizsə, mövqeyinizi bildirməlisiniz. Mövqeyiniz də ABŞ-ın yanında durmamağınızdır. Bu böyük bir tələbdir və eyni zamanda Amerika Birləşmiş Ştatları üçün çox böyük bir müttəfiq itkisinə səbəb ola bilər. Əzizlər, demək olar ki, baxın, deməli bir Trumpın yanlış davranışları Epstein sənədlərinə çevrilir və həmən Epstein sənədləri də Trumpın boynunun zənciri olur. O zəncirlə deməli Netanyahu Trumpı istədiyi yerə sürükləyir və Trump da ABŞ-ı, Amerika Birləşmiş Ştatlarını öz arxasıca sürükləyir. Trumpla Epstein deməli koalisiyasının, daha doğrusu ABŞ-la Epstein koalisiyasının, ABŞ xalqını mən nəzərdə tuturam, Epstein koalisiyasının deməli əlaqələrini qırmaq üçün burada bir məsələ var ki, Amerika xalqı deməli Trump administrasiyasından xilas olmalıdır. Mən buradan səslənirəm Amerika xalqına. Amerika xalqı əgər belə bir addım atarsa, o zaman özlərini xilas eləyə bilərlər. Əks halda mən düşünürəm ki, onlar üçün region çox ciddi təhlükə olacaq. Və Polşa deməli İrana qoşun göndərməyəcəyini bəyan edən ilk ölkə deyil. Mən şəxsən bu Amerika Birləşmiş Ştatlarının deməli Amerika Birləşmiş Ştatlarının yardım istəməsi mövzusunda Avropa ölkələrində mən bir neçə ölkəyə ehtimal eləyirdim ki, onlar ABŞ-a okey deyəcəklər, ABŞ-a dinləyəcəklər. Onlardan biri də deməli Polşanı güman eləyirdim ki, Polşada ABŞ-ın bu çağırılışına deməli hə deyəcək və İranla qarşı müharibədə iştirak edəcək. Amma əgər bu gün Polşa açıq şəkildə ABŞ-ın çağırışına yox deyirsə, Trumpı əlinin dalıyca itələyirsə, deməli Avropa Birliyi ölkələrindən Trumpın bu savaşında müttəfiq olmaq üçün hər hansı bir ölkə ortaya çıxa bilməz. Mən Albaniya ilə bağlı bir məlumat oxudum. Albaniya Sepahı terrorçu dəstə kimi qiymətləndirib. Bu əslində Albaniyanın bilirsiniz Avropa ölkələri arasında o qədər də nüfuza və çəkiyə sahib olan ölkə deyil. O görünür ki, bu deməli Epstein koalisiyası bu cür ölkələrə öz parlamentlərində belə qərarlar qəbul etdirməklə yenə də dünyanın gözünü boyayır ki, bəs bizi də Avropa ölkələrindən dəstəkləyənlər var və s. Bu da hesab edirəm ki,
ABŞ-ın daxili auditoriyasına hesablanmış bir məsələdir, həm də. Amma NATO ölkələrinin artıq deməli bu savaşda ABŞ-ın yanında yer almayacağı artıq bəlli olur. Yavaş-yavaş sular durulur və mövzular bəlli olur ki, NATO ölkələri bu mövzuda Trump'ın və ABŞ-ın yanında olmayacaq, onları dəstəkləməyəcək. Əziz izləyicilər, sizdən yenə də xahişimiz budur ki, kanalı bəyənməmişsinizsə, verilişi bəyənin, kanala abunə olmamışsınızsa kanala abunə olun və mən yorum yazan əziz izləyicilərə yorumuna bir göz gəzdirim. Salam verənlərə əleyhissalam deyirəm. Epstein uşaqlarının sonudur. Vaxo 55 TV adlı istifadəçi qeyd edib. Bəli, mütləq bütün batilin sonu ən acı formada gələcək. Nahaqqın, batil yolda olanın, zalimin sonu bu bir mənalı olaraq deməli Allahın bizə vədəsidir. Bunlar ağır formada bu sonluq gələcək. Ümid edirik ki, Epstein koalisiyasının sonu da tezliklə biabırçı formada deməli biz müşahidə edəcəyik. Salam verən əzizlərə, izləyicilərə mən salamlayıram. Hər birinizə təşəkkür edirəm. Canlıda iştirak edirsiniz, yorum yazırsınız və s. Əziz izləyicilər, danışmaq istədiyim sonuncu mövzu isə deməli Azərbaycanda uşaqların sayının azalması ilə bağlıdır. Bilirsiniz ki, illərdir biz bu barədə danışırıq. Deməli, hökumətin ümumiyyətlə sosial sahədə hər hansı bir proqramının olmadığı, gələcəklə bağlı deməli hər hansı bir layihəsinin olmadığını biz qeyd etmişik. Bunu Azərbaycanın gələcəyində ciddi problemlərin olacağı ilə bağlı biz deməli açıqlamalar həmişə vermişik. Əvvəlcə mən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun parlamentdə son plenar iclasda dediyi fikirləri mən sizin diqqətinizə çatdırım. Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 15-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda 2025-ci ildə bu göstərici 100 minin altında olub. Baxın, əzizlər, 10 il ərzində hələ bunların dediyi, hökumətin özünün Əli Əhmədov YAP-ın müavinlərindən biridir və uzun illərdir Yeni Azərbaycan Partiyasına rəhbərlik edən şəxslərdən biridir. Azərbaycanda deməli idarəçilik bunların üzərindədir və bunlar özləri etiraf edirlər, özləri rəqəm açıqlayıblar ki, təsəvvür eləyin 10 ildə doğulan uşaqların, ümumiyyətlə uşaqların sayının təqribən hardasa 30% azalmasını, 33-34% azalmasını özləri etiraf edirlər. Yəni 15-ci ildə 160 min uşaq doğulubsa, 25-ci ildə bu göstərici 100 minin altındadır. Hətta 40%-ə yaxın gəlib çıxır. Çünki burada dəqiq rəqəm göstərilmir. Baxın, bu günə qədər deməli əhalinin sayının artımı ilə bağlı səsləndirilən fikirləri biz heç bir halda qəbul etməmişik, həmişə təksib etmişik. Və bu hökumətin şişirdilmiş rəqəmləridir demişik. Çünki bu şişirdilmiş rəqəmlərdən hökumət yeyinti üçün istifadə edir. Əhalinin sayını çox göstərməklə müəyyən yeyinti hallarına yol verir. Hökumətin əhalinin sayı ilə bağlı səsləndirdiyi statistika həqiqəti əks etdirmirdi. Təqribən 2000-ci ildən sonra artıq 25 ildir. Bu məlumat da elə bir həddə gəlib çatıb ki, gör problem nə qədər ağırlaşıb ki, bunlar özləri etiraf etmək məcburiyyətində qalıblar. 2000-ci ildən sonra ailələrdə uşaqların sayının
neçə olması məsələni tam ortaya qoyurdu. 2000-ci ildən sonra 3 uşaqlı ailələr nə qədər var 3 uşaqlı ailələr? Hələ buna baxmayaraq hökumət həyasızlıq eləyib, hələ yenə də deməli çoxuşaqlı ailələrin sayını 5 uşaqlıdan 3 uşaqlıya salmır. Amma biz bu gün görək Azərbaycanda 5 uşaqlı ailələrin sayı nə qədərdir? Olduqca bu biabırçı bir məsələdir. Və deməli 2000-ci ildən təqribən 25-26 ildir ki, əhalinin sayında müxtəlif şişirtmə halları göstərirdilər. Gətirib 10 minə çıxartmışdı, 11 milyona, hətta 10 milyondan da keçmişdi, 11 milyona yaxınlaşdırmışdılar. Biz həmişə bu fikirdə olmuşuq və bizi izləyən izləyicilər çox yaxşı bilirlər ki, biz bu rəqəmləri heç vaxt qəbul etməmişik və həmişə bildirmişik ki, bu hökumətin şişirtmə rəqəmləridir. Çünki ölkədə əhalinin sayının artımı real həyatda hiss olunmalıdır. Amma heç bir halda hiss olunmayıb. Ailələrdə uşaqların sayı azalırsa, hətta ailələr deməli, xüsusən paytaxt Bakıda uşaq əvəzinə it saxlayırlarsa bəzi ailələr, bu da böyük bir tendensiyadır, böyük bir problemdir, tendensiyaya çevrilib. Ailələr artıq uşaq əvəzinə it saxlayır. Belə ölkədə əhalinin sayının artması necə mümkün ola bilər? Ola bilsin burada bir amil də ondan ibarətdir ki, miqrasiya ilə mümkündür. Mən bu faktı da gözdən qaçırtmıram. Yəni ölkəyə gətirilən, Azərbaycan kimi ölkəyə əslində heç kim miqrant kimi gəlməz. Çünki Azərbaycan bərbad vəziyyətdədir və Azərbaycana əsasən yəhudilərin və kürdlərin miqrant kimi gətirilməsi və təqribən deməli mən onun statistikasına baxmışdım. Elə hökumətin özünün etirafına görə ayda mı 1000-nə qədər adam miqrant kimi gəlir və bunların böyük əksəriyyəti vətəndaşlığa da qəbul edilir. Yoxsa bu 3 aydan biridir. Amma demək istəyirəm ki, bu deməli miqrantların, kürdlərin və xüsusən miqrant deyiləndə biz ancaq kürdlər və yəhudiləri nəzərdə tuturuq. Kürdlər və yəhudilərin ölkəyə gətirilməsi və onların vətəndaş kimi vətəndaşlığa qəbul edilməsi, vətəndaş edilməsi bu özü bir problemdir. Bu haqda çox təəssüflər olsun ki, çox az danışılır, heç bəlkə də danışılmır. Amma bu Azərbaycanın yerli köklü xalqına qarşı böyük bir soyqırımdır. Xalqın sayının azalması sürətlə, hətta mən düşünürəm ki, belə davam edərsə 50-ci ilə qədər, 2050-ci ilə qədər yerli əhalinin sayı bir neçə dəfə azala bilər. Çünki indi biz görürük, ailələrdə bir uşaq, ən yaxşı halda 2 uşaqla kifayətlənirlər. Çünki iqtisadi vəziyyəti elə bir həddə gətirib çatdırıblar ki, uşaq pulunun verilməməsi məhz bu siyasətin əsas tərkibidir. Bugün aydın olur ki, biz bunu düz illərdir deyirik, amma bir daha buradan bəyan edirik ki, Azərbaycanda uşaq pulunun verilməməsi əhalinin sayının sürətlə azaldılmasına hesablanmış bir məsələ idi. Hökumət dırnaqarası olaraq bu istəyinə nail oldu. Hökumət artıq Azərbaycan hakimiyyəti bu istəyinə nail oldu və ölkədə ümumi əhalinin sayını balanslaşdırmaq üçün ölkəyə gətirdiyi yəhudilərin və kürdlərin sayı ilə ölkə əhalisinin sayını normada saxlamağa cəhd edir. Və bizim əldə etdiyimiz məlumatlara görə yaxın günlərdə deməli minlərlə yəhudi, xüsusən İsraildən yəhudiyə Azərbaycan onları qəbul edib, yüksək səviyyədə onlara yardımlar eləyir, onları müxtəlif yerlərə yerləşdirib. Biz bu barədə bəzi məsələləri dəqiqləşdirəndən sonra ictimaiyyətə əsaslı məlumatlar verməyi düşünürük. Amma bugün mövzudan dolayı belə bir informasiyanın anonsunu vermiş olduq. Əziz izləyicilər, Azərbaycan hakimiyyətinin ən deməli qəddarsız, acımasız davranışlarından, siyasətlərindən biri də məhz bu mövzudur. Ölkə əhalisinin sayının sürətlə azaldılması. Buradan nə məqsədlər güdür, nələr fikirləşir? Bunu anlamaq da elə də
çətin bir məsələ deyil. Bu mövzunu biz deməli sonra davam etdirəcəyik. Yaxın günlərdə daha ətraflı ölkədə uşaqların sayının azalması ilə bağlı deməli mövzunu biz davam etdirəcəyik. Amma bu günlük demək istəyirik ki, əhalinin sayı bu günə qədər hökumətin təqdim etdiyi statistikada əhalinin sayı xeyli şişirdilib və real həyatla heç bir zaman üst-üstə düşməyib. Uşaq pulu mövzusu da məhz bu kontekstdə dayandırıldı. Hökumət heç bir təzyiqə, heç bir etiraza məhəl qoymadı. Min bir yerə, boş-boş, mənasız yerə pul xərclədi, amma uşaq pulu ilə bağlı deməli verdiyi qərardan geri addım atmadı. Burada həm insanların da biraz səhlənkarlığı var, çünki valideynlər də bu mövzunu gərək gündəmdən çıxartmasınlar, etirazlarını davam etdirsinlər, hökumətdən tələb etsinlər uşaq pulu mövzusunun verilməsi ilə bağlı. Amma hər halda hökumət dövlətin bütün rısaqlarından istifadə eləyib, əhalini qorxutmaqla, əhalini təhdid etməklə hələ ki ram eləyə bilir, sakitləşdirə bilir. Amma biz artıq görürük ki, da bizim itirəcəyimiz bir şey yoxdur. Azərbaycan xalqının deməli hökumət nə qədər əlində nə varsa hamısını alıb, bir quru canları qalıb və o quru canda yavaş-yavaş illərlə sıradan çıxıb, bundan sonra da yavaş-yavaş sıradan çıxacaq. Bir də xalq ayılacaq ki, əgər hər hansı bir təpki göstərməsə, xalq ayılacaq ki, artıq Azərbaycan xalqı adında Azərbaycanda bir vətəndaş qalmayıb. Hamısı yəhudilər, kürdlər və başqa xalqın nümayəndələridirlər. Gəliblər Azərbaycanı bunlar mənimsəyiblər. Çünki Azərbaycandan gedən vətəndaşları da biz nəzərə alsaq və bunun böyük bir sayda, bir neçə ailə yox, 100 minlərlə ailənin ölkəni tərk etməsi və ya yaşamaq üçün Avropa ölkələrini və Rusiyanı, bəzi digər ölkələri seçməsi bu əslində çox ciddi problemlərin deməli mesajını verir. Əziz izləyicilər, mən hər birinizə təşəkkür edirəm. Ramazanın 27-ci günü, 28-ci gecəsidir və bu gün eyni zamanda ilaxır çərşənbəsidir. Bu münasibətlə də hər biriniz üçün Allahdan bağışlanmaqlığı duası eləyirəm. Allah bərəkətinizi, ruzunuzu bol eləsin inşallah və Allah amanında qalın. Allah amanında, sağ olun.